Yəni insan dərdə düşür, bir problemə düşür, depressiya, yaxud hər hansı bir sıxıntı. İlk ağlına gələn şey insanlardır. Filan kəsə yığır, filan kəsən gedir, filan kəs filan. Allahdan başqa hamı yanına gedir. Bu təvəkküldür? Bu təvəkküldür, qardaşım. Bu təvəkkül zəifliyidir. Gəlir şikayət, neyniyəcəm? Bu yaraşmır, möminə yaraşmıraq. O dilləri ağlamaq. O şirk sayılmır çünki şirkin bir dərəcəsi yoxdur. Var böyük şirk, var kiçik şirk, var gizli şirk. İndi hansınasa daxil ola bilir hardasa. Amma belə o biz bildiyimiz şirk var, İslamdan çıxardır, sahibini xaric edir. O deyil. Məsələn, insan problemə düşəndə insana ağız açırsa, o şirk deyil yəni. Bu təvəkkülün zəifliyidir. Allah subhanahu və teala Quranda nə deyir? Quranda deyir ki: وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül edərsə, nədir cavab? O ona bəs edər. Yox. Biri sual verir, sual vermirsən özünə qardaşım. Bəs edər, hansı işlərdə? Yəni kifayət edər, yetər. Harda yetər? Vallahi dünya işlərində də, axirət işlərindədir. Bizim insanlar, yer üzündə olan insanlar, necə bunu İmam İbn Qeym rahimehullah öz kitablarında təqrir edir. Əksər insanlar elə bilirlər ki, Allahın bəs etməsi, təvəkkül söhbəti, təvəkkül mövzusu ruzi babına aiddir. Yox, əxi. O deyirlər, təvəkkül elə. Allah təvəkkül elə, yaxşı olacaq. Yəni, maaş artacaq. Allaha təvəkkül elə, yaxşı olacaq. Yəni, işin düzələcək. Bütün təvəkkülü bağlayırlar ruziyə. Şahid olmuşsa, əxi. Belə insanlar çox düzdür, olmuşsunuz. İndi fikir verin. İmam İbn Qeym rahimehullah deyir ki, nə yazıq insanlardır, deyir. Onlar bilmirlər ki, bu məfhum daha genişdir, daha böyükdür. Sənin bütün işlərdə Allaha təvəkkül etməlisən, nəinki ruzidə. Sən namaz qılmaqda, səhər sübh namazına oyanmaqda, səhər axşam zikirlərini etməkdə, vallahi sənin ona ehtiyacın var. Nəfəs almaqda. Nəfəs almaqda. Niyə ruzidə tək? Niyə bunu buna bağladın ki, tək? Sən başa düşməmisən? Başa düşməmisən. Yəni, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül edərsə, şərt. فَهُوَ حَسْبُهُ var, ayəsi. O ona bəs edər. Nə vaxt? Şərti var. Bu mövcud olarsa, təvəkkül. Və sana budur. Bu gəlsin, budur. Bəs edər. Qardaşım, burada məqamlar var, yəni ayənin üzərində diyanılası. Bəs edər, bildiyi ki, bütün işlərində, həm dünya işlərində, həm axirət işlərində. Bəs edər. Bəs edər, yəni heç kimsə sənə zərər yetirmək istəsə, zərər vurmaq istəsə, bilsin ki, Allah qarşısındadır. Kim Allaha qalib gələ bilər, qardaşım? Elə bil ki, Allah sənə bəs edir, kifayətdir. Kim inə bilər sənə? Rahatsan, axı. Lakin bu rahatlıq, imanının miqdarına görə rahatlıq gəlir sənə. Arxeyincilik. Bəs edər. Sən kimlə mübarizə aparırsan? Vuruşursan, yəni. Allaha qalib gəlmək istəyirsən? Mümkün deyil, qardaşım. O bəs edər. Yəni, sənə heç kim pislik, heç kim zərər vura bilməz həyatda, pislik edə bilməz, ayağını darta bilməz səni. Niyə? Çünki o bəs edər sənə. Lakin nə vaxt, qardaşım? وَمَنْ يَتَوَكَّلْ. Kim təvəkkül edərsə? Təvəkkül. Təvəkkül iki şeydir, qardaşım. Yadda saxla bunu. Üçüncü şey yoxdur. Təvəkkül iki şeydir. Bir, qəlbin etimadı. İki, səbəbdən tutmaq. İkisindən biri düşsə, vallahi ləkədir tohidə. Ləkədir. Biri gəlib deyir ki, Rəşad qardaş, nə etimad, qəlbin etimadı? Səbəb. Mücərrad səbəb hasil oldu. Məsələn, bitki necə çıxır? Qardaş, mən suladım da otu. Suyu tökdüm də səbəb. Bu çıxacaq variant yoxdur. Nə Allah izin verdi, vermədi? Belə şey yoxdur. Bu, bundan asılıdır. Bu düzdür yoxsa yox? Bu şirkdir, qardaşım. Bu şirkdir. Təsəvvür edirsən bu şirkdir, axı? Yəni, Allahın izni olmadan mücərrəd səbəb su ota toxundusa, hasıl olacaq. Bu şirkdir, qardaşım. Vallahi, səbəb gəlir, səbəb olunan tapır, yəni su ota dəyir, bəhər yoxdur. Ola bilir, yoxsa yox? Yəni, bu Allah Taala vermir, yəni. Yəni, bunun bununla qarşılaşması o demək deyil, bağlandı söhbət.
Yəni o övlad istəyirsən, izdivac, yaxınlıq. Yaxınlıq oldu, övlad var. Bu səbəbdir, yəni yaxınlıq elədin, uşaq olacaq. Bu səbəbdir. Uşaq üçün budur səbəb. Yol budur. Allah Taala bunu qoy. Lakin yəni bu qardaşım, sən elə bunu adı kimi saxla, elə səbəb kimi bax da buna. Nədir səbəb? Səbəb, yəni səbəbdir. Ola bilər, olsun, ola bilər, olmaz. Səbəbdir də indi. Sən səbəb kimi bax buna. Amma eyni ilə qardaşım, vallahi başın ağrıyıb dərman. Allah Taala qoyub səbəb. Koni səbəbdir. Yox axı. İçəndə nə fikirləşirsən? Yəni 100% sağalacaqsan, deyirsən ki, səbəbdir. İçim ola bilsin keçdi ağrı. Yəni şəfanı kim verir? Rəbbimiz. Bu dərman bax bunu saxlamalısan. Mütləqdir qardaşım. Təvhiddə kamil olmaq istəyirsənsə, səbəb kimi bax, şəfa. Yəni nəticənin özü hasil o Allahın izindən sonradır qardaşım. İndi sən bu izdivac, evlən, yaxınlıq elə uşaq Allah verəcək uşaq. Uşağa Allah verir, bu səbəbdir. Həmçinin bu. Ona görə səbəbdə ifrata varmaq olmaz. Səbəbdir deyib Allaha itimadı, Allahın iznini dərk eləmək. Həmçinin də bəzi insanlar var ki, nə səbəb qardaşım? Bu tərəfdən ifrata varıb. Səbəb zat boş şeydir hamısı. Otur evdə təvəkkül elə Allaha. Bilmirsən, hər şey qadir oldu. Biz deyirik ki, miskin təvəkkül edənlərin ən böyüyü imamı Muhammed sallallahu aleyhi və səlləm idi. Kim onunla Allaha çox təvəkkül edə bilər ondan? Vallahi döyüşə gedəndə başını, üzünü örtmək üçün qalxan götürürdü axı. Niyə? Atanda dəyməsin yəni. Deyə bilərdi ki, mənəm, Muhammedəm, yəni Allah məni götürür yəni bunu ki, dəyməsin yəni atanda, sipər kimi axı. Təvəkkülü zəif idi, səbəbdən tuturdu. Yəni dəyməmək üçün səbəbdən tutur. Biz deyirik ki, qardaşım, həqiqi təvhid bu iki şeylə düzəlir. Qəlbin etimadı və səbəbdən tutma. İkisindən biri ixlal olsa, ləkədir təvhidə. O uzun qulağı bağlayım. Eşitmişsiniz də? Belə bağlayım. Rəvayətdə. Təvəkkül edim, açıq qoyum, ya gedirəm. Açıq qoyum heyvanımı. Təvəkkül edim, Allah getməyəcək, qaçmayacaq. Yəni, bağla sonra təvəkkül elə. Qardaşım, ömdə, dirəkdir bu. Bizim bu məsələmizdə. Yəni, hər bir halda inşallah ki, hardasa başa düşdük yəqin ki. Allah Taala faydalı eləsin.